Salam, xoş gördük hər kəsi. Bugün qəbul imtahanlarında qarşımıza çıxan məşhur şeirlərdən biri olan Təbrizim şeirinin, Süleyman Rüstəmin Təbrizim şeirinin təhlilinə baxacağıq. Deməli, başlayaq təhlilimizə. Süleyman Rüstəm, Təbrizim. Təbii ki, şeir uzun olduğuna görə ixtisarla verilib. Bizə də düşən hissə ixtisardan düşəcək. Baxdıqca hüsnünə doymayır gözüm, Təbrizim, Təbrizim, gözəl Təbrizim. Baxın, bizə deyilsə ki, bütün şeirdə hamısı bəndlər şəklində təzahür edib şeir səhvdir. Çünki biz burada iki misranı ayrıca görürük. Burada da Təbrizim sözü nədir? Metonimiyadır. Qoymaram yadları girsin qoynuna, izin ver qolumu salım boynuna, sənin bayramına, sənin toyuna, dili bir, qanı bir, qardaşın gəlib, dərdinə aşina, sirdaşın gəlib. Hələ ki məzmun xüsusiyyətlərinə baxırıq, sonra forma xüsusiyyətlərinə baxacaq. Deməli, deyir ki, şair, qoymaram yadları girsin qoynuna, yəni əcnəbilər, digərləri və yaxud düşmənləri qoymaram ki, səndə yaşasın, sənin qoynuna girsin. İzin ver qolumu salım boynuna, yəni sən mənim dostum, qardaşım olduğuna görə qolumu boynuna salım. Sənin bayramına, sənin toyuna, dili bir, qanı bir qardaşın gəlib, dərdinə aşina, sirdaşın gəlib. Sən çıxdın qarşıma duzla, çörəklə. Baxın, burada xalq adət ənənəsinə yer verilib. Qonağın qarşısına duzla, çörəklə çıxmaq bizim qədimi xalq adət ənənəmizdir. Bağından dərdiyin güllə, çiçəklə, ikiyə bölünməz saf bir ürəklə. Baxın, burada şair digər bir məsələyə də işarə edib. İkiyə bölünməz saf bir ürəklə. Vətənimizin ikiyə bölünməsində burada işarə edib. Təbrizim, Təbrizim, aman Təbrizim, yox olsun başından duman Təbrizim. Təbii ki, şair də burada gizli də olsa siyasi bir məqama işarə edib. Yox olsun başından duman Təbrizim, yəni düşmən, fəlakət, qorxu başından yox olsun. Baxın, deməli, Təbriz şairin qarşısına nə ilə çıxıb? Duzla, çörəklə, güllə, çiçəklə, saf bir ürəklə. Daha sonra digər bəndimizə baxırıq. Qədrini ayrılıq çəkənlər bilər, hicrində göz yaşı tökənlər bilər. Deyir ki, sənin qədrini, əhəmiyyətini ayrılıq çəkənlər bilər. Yəni, hər yerindən duran bilməz. Yəni, bir şey yaşamasan onu görməlisin. Hicrində göz yaşı tökənlər bilər. Sənin o ayrılığını göz yaşı tökənlər bilər. Ömrünə qaranlıq çökənlər bilər. Şair bu ifadələrlə deməli, şeirin təsir gücünü artırmışdır. Bağından gül çiçək dərdim Təbrizim, yenə təzələndi dərdim Təbrizim. Sonra gəl, nə qəşəngdir yol boyunca söyüdlər, söyüdlərin kölgəsində igidlər, babalardan dinləyirlər öyüdlər. Burada yenə xalq adət-ənənəsinə yer verir, babalardan öyüd dinləmək. Coşur damarlarda qanı Təbrizim, yoxdur bu mərdlərin sanı Təbrizim. Deməli, həmin bu igidlər babalardan öyüdlər dinləyirlər və onların damarlarda qanı coşur. Həmin bu öyüdlərdən. Ağlasan ağlaram, gülsən gülərəm. Yəni, şair öz əhval ruhiyyəsini Təbrizə əsasən nizamlı. Yəni, deyirsən, ağlasan, mən də ağlaram. Sən gülsən, mən də güləm. Çünki əvvəldə deyir ki, dili bir, qanı bir, qardaşın gəlib. Yəni, mən sənlə birəm. Nə etsən, mən də onu təkrarlamış kimi olacam. Necə ki, Məhəmməd Füzulinin Leyli və Məcnun əsərində Məcnunun birdən-birə qolundan qan axır, həmin o atası onun yanına gəldiyi anda. Məcnun bunu deyir ki, Leylinin qolundan qan aldılar, ona görə də məndən qan gəldi. Yəni, artıq onlar ikiləşməyib, bir bədəndədirlər. Deməli, Leyli və Məcnun şeirinə də, əsərinə də inteqrasiya elədik. Sonra baxırıq, varımı səninlə yarı bölərəm. Yəni, hər şeyimi. Gəl bir də üzündən öpüm. Təbrizim, başına gül çiçək səpim. Təbrizim. Nədir o mənalı dərin baxışlar, bədii sual? Nədir gözlərindən yağan yağışlar? Fikir verin, burada nədir təkrarlanıb və nə yaradıb? Anafora yaradıb. Nədir qəlbindəki payızlar, qışlar? Bax, fikir verin, yazla yay daha çox müsbət ovqatı tərənnüm etdirir, amma payızla qış ona nisbətən mənfi
xüsusiyyətləri neyiniyir? Tərənnüm etdirir. Burada şair deyir ki, nədir qəlbindəki payızlar, qışlar? Yəni sənin belə deyək, sənin hal-hazırki vəziyyətin yaxşı deyil. Təbii ki, indi burada həmin o ikiyə bölünmə və sair kimi məsələlərə toxunur burada. Yetim tək boynunu burma Təbrizim. Məlul baxıb durma Təbrizim. Yetim tək də burada nədir? Təşbehdir. Yetim tək, yəni yetim kimi. Sonra sənin çiçəyinə, gülünə qurban. Mənə qardaş deyən dilinə qurban. Yəni buradan şahid oluruq ki, Təbriz şairə qardaş deyir. Həmin baxın bu misraları sual tərtib edəndə başqa cür salırlar. Vətəninə qurban, elinə qurban, baxdıqca hüsnünə doymar gözüm, Təbrizim, Təbrizim, gözəl Təbrizim. Baxın, baxdıqca hüsnünə doymar gözüm, Təbrizim, Təbrizim, gözəl Təbrizim. Bu axırda verilib. Bir də əvvəldə verilib. Deməli, bir əvvəldə təkrarlanıb, bir də hara təkrarlanıb? Axırda təkrarlanıb. Təbii ki, bizim şeirimiz də nəyə əsasən adlandırılıb? Rədifə əsasən adlandırılıb. Deməli, bunun biz şeir şəklinə də baxaq, görək, daha doğrusu necə qafiyələnib. Deməli, qoymaram yadları girsin qoynuna, A. İzin ver qolumu salım boynuna, həm qafiyədirlər bunlar. Sənin toyuna, üzr istəyirəm, burada B yazdı, A yazmalıyıq. Sənin toyuna yenə A, qardaşın gəlib, artıq qafiyə dəyişdi, sirdaşın gəlib B. Digər bəndlər də bu kimi qafiyələnir və beşlik şəklindədir, amma nə deyil? Müxəmməs deyil. İndi gəlirik şeirin məzmun və forması haqqında olan suallara və onların cavablarına. Deməli, şeir hansı vəzində yazılıb? Təbii ki, heca vəznində, əruz vəznində yazılmayıb. Bunu yadda saxlamaq lazımdır. Şəkli də müxəmməs kimidir, amma müxəmməs deyil. Şeirin mövzusu nədir? Vətənə məhəbbət. Şeirin ideyası nədir? Vətən torpağını azad görmək arzusu. Bunu da biz şeirdə qeyd etdik. Əsər hansı şəkildə yazılıb? Beşli şəklində müxəmməsidir. Bunu da bayaq qeyd etdik. Əsər nə əsasında adlandırılıb? Təbii ki, rədif əsasında. Şeirdəki Təbrizin sözü hansı təsvir vasitəsidir? Metonimiyadır. Şeirdə bədii suallar işlənilmi? Bəli. Əsərdə hansı məsələ öz dərin əksini tapmışdır? Cənubi Azərbaycanlıların taleyi ilə bağlı siyasi mətləblər öz əksini tapmışdır. Əsərə dili bir, qanlı bir qardaşın dedikdə nəzərdə tutulur? Şimali və Cənubi Azərbaycan. Əsərdə başqa nədən danışılır? Təbii ki, Təbrizin gözəlliyindən danışılır. Təbrizin şeirində çox yerə Təbriz sözü hansı anlamda işlənilib? Orada yaşayan insanlar anlamında da. Yəni bunu metonimiyadan da bilirik ki, Təbriz, yəni Təbrizdəkilər. Şair qardaşlarının güllə, çiçəklə qarşılanmasına niyə ürəkdən sevinə bilmir? Çünki sonradan qeyd edirik ki, yenə təzələndi dərdim Təbrizim. Çünki Təbrizlərin dərdləri ilə tanış olur, köhnə dərdləri neyiniyir? Təzələnir. Şair əsərdə gəncləri nəyə səsləyir? Yada baş, əyməməyə, təbii ki, biz bunu təhlildə görürük. Azadlıq uğrunda şəhid olanların yolu ilə getməyə səsləyir. Biz bunu təhlildən görürük. Coşur damarlarda qanı Təbrizim, həmin o cavanların. Şair mənəvi cəhətdən ayrılmayan bu xalqı nəyə bənzədir? Saf bir ürək. Orada ki, sən çıxdın qarşıma saf bir ürəklə. Şeirdə hansı adət-ənənələrə yer verilib? Babalardan öyrüd almaq, gələn qonağını qarşına düz çörəklə çıxmaq, onu xoş qarşılamaq da ki, bunu qeyd etdik. Şeir standart beşlik formasındamı yazılıb? Xeyr. Çünki biz dedik ki, başlanğıcında və axırda iki ayrı misra var. Şeirdə şairin adı çəkilirmi? Müraciət varmı? Xeyr. Nə ad çəkilir, nə də ki, özünə müraciət var. Belə təhlilimiz bu qədər. Gələn dərslərdə görüşmək ümidi ilə. Daha çox video, mövzu təhlilləri üçün kanala abunə olub videonu bəyənməyi unutmayın. Sağ olun.